Ağazadə 1991-ci il mart ayının 22-sində İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl uğrunda gedən döyüşlərdə 2 gecə qəhrəmancasına vuruşub. Oktyabrın 25-i Laçın istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 27-si Kürdmaşı kənd qəbristanlığında dəfn edilib. Azərbaycan prezidentinin sərəncamlarına əsasən Emin Ağazadə ölümündən sonra Qubatlının azad olunmasına görə, Laçının azad olunmasına görə və Vətən uğrunda medalları 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Saydıq, vətən olmazdı azad. Şəhidlik bir zirvədir, ürəyin olsun rahat. Mən indi cənnətdəyəm, daha xoşdur bu həyat. Düşünmə ki həyatı tərk etdim bu yaşımda. Ana, mənə layla de, məzarımın başında. Sən şəhid anasısan, sən başını uca tut. Övladınla qürur duy, dərdi, kədəri unut. Kədərləni bağlama, göz yaşlarını qurut. Çünki şəhid olmuşam, ədalət savaşında. Emin deyir, ana, mənə layla de, məzarımın başında. Ömür, şəhidlər əbədiyyən yaşayır. Şəhidlər müqəddəs bir ant yeridir. Hər birimiz bu dünyadan keçəcəyik. Bir baxın məzarlığa, nə qədər cavanlar yatır. Ancaq onlar hər birisi unutacaq. Hər biri unudulub gedəcək. Ancaq şəhidlər, Azərbaycanın 3 rəngli bayrağı nə qədər dalğalanırsa, şəhidlər yaşayacaq. Gələcək nəsillər gələcək, anacaq, deyəcək belə bir oğul olub. Vətən oğlu, öz qonşusunun, qalan körpə dostunun şəhid olanda Emin onu götürə bilməyib. Və o da bu vətən savaşında torpaqların azadlığı uğrunda ayağa qalxıb və şəhidlərimizin qisası alınıb. Və o körpə balanın qisasını alıb qonşusunun körpə balasının bir oğlunun şəhidliyinə dözməyib və atasına, anasına demədən könüllü olaraq gedib. Bugün hər kəs şəhidlərlə qürur duymalıdır. Əgər torpağımız işğal altındadırsa, Azərbaycanın hər bir övladı ayağa qalxıb o torpağı qorumalıdır. Və əlbəttə bizim balalarımız gedib bugün öz sağlamlığını itirib, qazi olublar. Bunlar hamısı vətənin savaşı üçün ayağa qalxıb, ana. Bunlar qız gəlinlərin namusunu qorumaq üçün alnımıza vurulan 30 illik ləkəni təmizləmək üçün şəhid oldular. Emin tək sənin oğlun deyil. Emin vətənin oğludur. Emin Azərbaycanın oğludur. Şəhidlər yaşayır, yaşayacaq. Allah səbrinizi versin. Var olsun Azərbaycan. Qoy Azərbaycana bir daha göz yaşı tökülməsin, müharibə olmasın, analar ağlamasın, balalar boynu bükük yetim qalmasın. Yəni bir-birimizə həmişə dəstək olaq, dayaq olaq. Çünki biz hər birimiz şəhid ailələrinin yanında olmalıyıq. Bugün balalarımızı bağrımıza basırıqsa, biz onlara borcluyuz. Bugün onların hər birinizin haqqı bizim için. Dərdinizə bizə gəlib yanınızda olmaqla şərik olub. Ancaq siz çəkdiyin ağrını, sənin qəlbindəki yaranı mən daşıya bilmirəm. Bircə deyirəm ki, Allah səbrini versin. Allah sizə dözüm versin. 5 bala da olsa, 10 bala Allah səbir versin. Allah yoldaşını da sağlıq. Deyərdim ki, Azərbaycan dövləti ilə hesablaşırlar. Bu nəyin əsasında olur? Bunu ölkə başçımız, prezidentimiz onu həmişə qeyd edib və bu gün də onu qeyd edib ki, deyir ki, bütün çıxışlarında, bütün yüksək tribunalardan danışanda deyir, bu qalibiyyəti, bu qüruru bizə məhz şəhidlər verir. Qazilərimiz oldu, bizim ordumuz oldu, gənc zabitlərimiz, əskərlərimiz oldu. Bəli, onların qəhrəmanlığı nəticəsində həqiqətən Azərbaycan dövləti qüruru oldu, Azərbaycan xalqı qüruru oldu və onlar deyərdim ki, ən böyük qalibiyyəti əldə elədilər. Bu günlərim biz görürük ki, prezidentimiz dünya dövlətlərinin liderlərinlə bir yerdə dünyada sülhü bərqərar eləmək istəyir. Və bu sülhü birinci növbədə bizim Azərbaycanımızdan, bizim ölkəmizdən başladı. Və o sülhü məcbur elədi ki, bütün dünya dövlətləri bilsinlər ki, sülhü
ancaq və ancaq biz igidliklə, nə bilim, məğrurluqla, ondan sonra deyərdim ki, böyük bir xalq, ordu birliyi ilə, iqtidar birliyi ilə, bax, bunlarla əldə eləmək olur. Və bunlar məcbur elədir ki, bütün dünya ölkələri bu sülh proqramına gəlsinlər. Bilirsiniz ki, bax, burada da ən birinci olaraq Azərbaycan və Ermənistan arasında olan sülhü dünya lideri olan Amerika Birləşmiş Ştatların prezidenti buna özü baş koşdu və bu məsələni həlli ilə bağlı bütün dünyada sülh yaratmağa çalışırlar. Və inanıram ki, orada ən böyük liderlərdən biri də bizim Ali Başkomandandır. Bunu hamımız görürük və bu ilə də biz hamımız fəxr edirik. Və özü də qeyd elədiyi ki, o fəxri, o qüruru yaradan bizə bizim şəhidlərimiz oldu. Və onlar sübut elədilər ki, ancaq və ancaq belə doğmalıqla, qürurla, ondan, uğurla belə döyüşərək bu hissləri yarada bildilər. Və bu günlərin biz sevinirik ki, Emin kimi balalarımızın 1-ci Qarabağ müharibəsində bu kənddən çoxlu şəhidlər olub. Orada İlqar da olub, orada Canpolat da olub. Onların hamısının mən döyüş bölgelərində görüşmüşəm. Onların hamısının burada biz bu kənd cəmaatı ilə bir yerdə gəlib burada onların dəfnində iştirak edirik. Onların arzusu qalmışdı. Onların hamısının arzusu var. İstəyir 1-ci Qarabağ, 2-ci Qarabağ müharibəsi. Həqiqətən də onların hamısının ən böyük arzusu odur ki, biz müstəqil bir torpağımızı o düşmandan, işğalından azad edilir. Və bunların arzusu bu günlərim həyata keçdi. Doğrudan da onların həyata keçdi və onların ruhları bugün şaddır. Şaddır ki, bu günlərim torpağımız azaddır. Bu günlərim müstəqiliz. Bu gün qürurlu bir dövlətik. Bu gün xoşbəxt bir xalqıq. Bax, bunları yaradan yenə dedim ki, bizim o bütün şəhidlərimizdir. Allah onların hamısına rəhmət eləsin. Ruhları şad olsun. Və bütün təsir ictimaiyyəti adından Vali Ata, sənin və ailənin bütün üzvlərinə hamısına səbir diliyorum. Çok konuşmayacağız. Ve biz bugün şehit ailelerine, gazilerine ve gelecekte fikrimiz var ki bu bütün ailelerde olsun. Niye? Çünkü gelecek nesil, gelecek töreme o demir yumruğa bakanda soruşacaktır. Bu demir yumruk nedir? Mənası nedir? O zaman yeniden bu 44 günlük vətən müharibəsinin şəhidləri ve elbette Ali Başkomandanın bir çağrışı xalqa demir yumruq etməyi yaşayacaq. Biz unutmayacağıq. Və kimsə söz demək istəyirsə gəlsin. Onlarla görüşməyə mən əlləri boş gəlmişəm. Yanağımdan axan damcı, gözlərimdə yaş gəlmişəm. Başlasından öpürəmsə, sağa sola dönürəmsə, geriyə tez dönümsə, demək qəlbdaş gəlmişəm. Aydınam, unutmaram səni, sənsiz 60 saçın dəni, ruhum bağışlasın mənim, ruhumu çaşbaş gəlmişəm. Allah rəhmət eləsin, qəbrlərini uğraşsın. Vətən sağ olsun. Hansı evə gediriksə, o sözləri işləyirik. Vətən sağ olsun. Qoy bayrağımız daim zirvələrdə dalğalansın. Bu biz Azərbaycanlılara olan en güzel xüsusiyyətdir. Çünkü bizim atalar, analar elə ev olub ki bir oğlun, elə ev olub iki oğlun, gözünün nurunu verib, şəhid verib. Yenə deyirlər vətən sağ olsun. Bu da sizin qəhrəmanlığınız, bax sizdən də övladlarınıza keçən cəsur igid olmaqlarıdır. Allah hər birinizə can sağlığı versin. Kiminsə sözü varsa xahiş edirəm. Demək olmaz. Hamı gəldi, hamı getdi. Bircə anan sənin üçün ömrünün hər anı getdi. Bircə anan səni hey axtarıb arayırdı. Əllərinin qabarıyla saçlarını darayırdı. Və beləcə illər ötdü, sənin tək igid böyütdü. Nə biləydi anan sənin evində şəhid böyütdü. Nə biləydi ona şəhid, anası da deyəcəklər. Məzarında qərənfillər, lalə kimi bitəcəklər. Nə biləydi sinəsində, bala boyda dərd olacaq. Nə biləydi təsəllisi, uğur ilə mərd olacaq. Bilirik ki, şəhid ölmür. Ölməmsən, yaşayırsan. Sən ədəbi ata yaddaş, bala adını daşıyırsan. Daşıyırsan bu vətənin hər daşını, torpağını. Daşıyırsan qələbənin şadlı bayrağını. Sən vətənə bu torpağa can deyərək vermisən can. Sənin ilə fəxr eləyir İsmayıllı Azərbaycan. Sağ olun.
Şəhidlərimizi məqamsız eləsin. Allah səbir versin. Yoldaşına səbir versin. Allah balaları saxlasın. Çox ağır dərddir. O sən deyirsən, heç sülh yaxalım. Biz şəhid atanaları hamı bilir ki, Cıdır düzünə Şuşaya getdik. Biz orada əlimizdən göyərsin, göyərtlər hal edirdik. Ona görə oturduq ki, bizim balalarımız sülhdən ötəri çünki olub Azərbaycan bütövlüyü yolunda sülhdən ötəri canları qurban edirlər. Biz o Cıdır düzündə şəhid atanaları yaralı olsaq da belə ağrı acı ilə yallı getdik. Bir zamanlar ölkələdik ki, nə qədər ağrımız, yanğımız, yaralı olsaq da belə biz dayanıqlı şəhid atanalarıyıq. Dözümlüyük, mərdik. Oğul itirmişik, amma möhkəmik. Ona görə ki, bizim oğullar düşmən səfərdir. Ona görə ki, bizim oğullar düşmən ayağı torpaqlarında dəyməsin deyə. Bugün analarının gözü yaşlı qalsa da, yarlarının gözü yaşlı qalsa da, amma onlar torpağımız yağa ayaqmaqda qalmasın deyə arzularından, şirin canlarına qurban keçib özlərini torpağa qurban verirlər. Hər zaman burada olan hər bir kəsdən xahişimiz, bütün şəhid atanaları adında hər zaman xahişimiz odur ki, dövlət rəhbərliyinə söz getmir, ümumiyyətlə xalqımızdan, millətimizdən söz gedir. Heç bir vətəndaş, qanı Azərbaycan qanı daşıyan heç bir vətəndaş bu şəhidləri, bu oğulları unutmasınlar. Rəhbərlikdən söz gedir, bütün xalqımızdan söz gedir, balacadan böyüyə qədər. Hər bir kəs evində bu şəhidləri ansın, körpəsinə, böyüyünə, məşrəflisinə desin ki, bizim oğullarımız, bax bu oğulları unutmayaq, heç zaman unutmayaq. Bir dənə bizim hər birimizin xahişi budur. Allah cəmi şəhidlərimizi məqamımızı eləsin, qazilərimizi şəfa versin, ordumuzu, xalqımızı, millətimizi qorusun. Mən də yenə Aynur anamın bildiyi kimi, bugünkü gündə şəhid Ağızoda Eminin dönümüdür. Allah məşanını cənnət eləsin. Allah cəmi şəhidlərimizi ruhunu şad eləsin. Bugünkü gün onun günüdür. Allah atasına, anasına səbir versin. Qəhrəman oğullarımızı heç vaxt unutmayaq, unutturmayaq. Ne diyeyim? Allah səbir versin atasına, anasına. Emin Ağzadənin qədrində mənə söz verdiyiniz üçün. Mən elimizin, yurdumuzun, xalqımızın yazarı olsam da sözlərimi xalqımıza bütün şeylərin ısrarlarla demək istəyirəm. Tək bir təbrizini torpağa qurban verən söz deyib ki, azadlığı istəmirəm zərrə qram. İstəyirəm zəndirləri, əllərimlə qram. O zəndirləri əllərimlə qram igidlər, emin kimi oğullar. Allah onların hər birinin məkan versin, yerlərini zaten cənnətlidir. Mən bir yazar olsam da, bəlkə də bu sözlərin heç birini çatdıra bilmirəm, deyə bilmirəm. Amma qələmi bəzən yerə qoyub, dəfələrlə fikirləşirəm bu anaların hər birinin. Gözümün qarşısına gətirəm. Çünki mən öz kitabımda onları canlandırmaq üçün mən onları tanımalıyam. Həmişə də bu tədbirlərin Əsgərova kimi şəhidimiz var. Anamız var. Bu torpaq o qədər müqəddəs gözəldir ki, onun Bu bizim borcumuzdur. Çalışdığımız qədər kollektivimiz Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvləri çalışdığımız qədər anaların yanında olmağa çalışırıq. İndi nə dərəcədə bacarırıqsa bu qədər. Allah rəhmət eləsin, ruh şad olsun Emin balamızın. Allah onu balalarını qorusun, anasına səbir versin, ailəsinə, atasına, yoldaşına. Ailələrini salamlayıram, xoş gəlmişsiniz deyirəm. Allah sizləri qorusun. Siz həqiqətən də bir-birinizə dayaqsınız. Şəhidlərimiz Qarabağı azad eləməklə bərabər həm də sanki arxa cəbhədə bir birlik yaratdı. O birliyin də banisi siz şəhid anaları, siz şəhid valideynlərsiniz. Bizlər də hər zaman sizin yanınızdayıq. Şəhidlərimizi heç vaxt unutmarıq, unutturmarıq, unutmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Tanrı Azərbaycanı qorusun. Amin. Olan xalqa heç bir xain qüvvə göstərə bilməz. Və bəyəxlarında kifayət ana inanın ki, burada bir fəryad eləyirdi. Ancaq doğrudan da şəhid ailələrin, anaların görəndə elə ruh sakitləşdi. Deyir, mən bacılarımı, qardaşlarımı belə anmıram. Ancaq deyir, mən bu bacılarım elə bilirəm ki, mənim doğmalarım. Və siz də elə Azərbaycanı doğmalaşdırdınız. Var olun, sağ olun, indi verək qardaşlar sözü. Amin. Və selamun aləl mursalin. Yumdu gəldi keçdi.
Və bu gün mənim həqiqətən ürəyim açılır. Bir yandan ürəyim qan ağrır, bir yandan ürəyim açılır. Bax, belə lazımdır. Bax, indi mən bu gün özümü xoşbəxt hiss edirəm. Həmişə mən belə demişəm. Bax, cəmaat görsən, həm kənd cəmaatı, həm qıraq qonaqlar, həm bir ucu Ağsu, Şamaxı, hamısı bax gəlib. Sahib gəlib hamısı. Ürəyimiz həmişə açılır. Allah sizə həmişə toy qismət eləsin. Belə günlər bir yaddan çıxardaq. Və mən burada xahiş edirəm. Bizim qonaq, mənim iş yerimdən gələn uşaqlar var. Onların içində indi söz deyən, yağın ki, ya Anar müəllim ol, ya Elmi müəllim. İkisindən biri gəlsin, sözün bir kəlmə çıxış eləsin. Anar müəllim gəl. Rəhmət eləsin. Qazilərinizə can sağlığı versin. Və gəlin. Bugün gəlmişsiniz, əziyyət çəkmişsiniz. Allah sizin şəhidlərinizə rəhmət eləsin. Mən də bir şəhid oğladıyam. Yəni, Bəli, şəhid oldu da. işçinin ailədən olmağı, ailənin dərdini ona heç kim hiss edə bilməz. Allah sənin şəhidlərimizə rəhmət eləsin. Allah yerdə qalanlara can sağlığı versin. Bu vətən üçün hamımız hazırıq hər gün. Şirkətin adəklə minnətdaram, çatdırarsınız. Bizim icra hakimiyyətin başçısına minnətdaram. Allah onun canını sağ eləsin. Valla mən həmişə, bilsən niyə danışıram? Həmişə danışıram, deyirlər Valih danışır. Bax, bu günə görə danışıram. Bax, gəlib bu günlərim heç olmasa 1-200 nəfər iştirak edir. Adamın ürəyi şad olur da. Həqiqətən şad. Yoxsa 10 nəfərlə gəlirsən, durursan qəbrin döşündə, elə arvadı götürüb gündə gəlib duraram da burada. Bizə heç nə lazımdır həyatda. Həyatda bizə lazımdır ki, elə bir dəfə sayasan, gələsən, Allah rəhmət eləsin deyəsən. Bax, bu özü nəyə desin, dəyər müəllim? Rayon İcra Hakimiyyətinin başçısına böyük salamlarımı yetirəm. Mən 4 ayda o kişini görmürəm. Ayda 3 dəfə görürdüm o ilə, söhbət edirdim, indi görmürəm. 4 ayda başım qarışıqdır. Allah onun canını sağ eləsin. Yox, həqiqətən, xoş gəlmişsiniz. Şəhid ataları, şəhid anaları, minnətdaram. Qarşıda baş əyirəm. Ağsu cəmaatı, təhsil, hamısı. Nə deyim, bələdiyyəsi, icra nümayəndəsi, icra hamısı da kim varsa minnətdaram. Buradan da Allah qoyuz gedirik evə, oturup bizkən çay içəyin, sonra dağılışarıq. Məktəbin direktoru, təhsil şöbəsinin nə dedin? Müdürü. Bu qız, Allah onun canını sağ eləsin. Həqiqətən, bu Qəmbərov Arif müəllimin qızı, bizim məktəbin direktoru, o çox əziyyət çəkib şəhidlər. Həmişə mən onu görmüşəm. Həmişə də o irəli çəkib, müəllim and olsun Allaha. Bu şəhid, yox da bir dəqiqə, həmişə o qız bizi yoxlayıb. Bir də bu kətdə mənim minnətdarlığım bilən kimədir? Mamedov Ramiz Yunusoğlu'na. Ömrü boyu bayramlarda bizi gəlir yoxlayır. Həmişə, ömrü boyu qapımızı belə açır, açmasına adam yollayır bizə, soruşur da keyfimizi. Allah onu da canını sağ eləsin. Vallahi, yəni kətdə seçilib sayılan oğlanlardan.